Bu ilin ilk 2 ay ərzində Azərbaycan xarici ölkələrə 3 milyon 339 min dollar dəyərində 220 milyon 730 min ədəd siqaret ixrac edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, siqaret ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Qeyd edək ki, Azərbaycan bu il siqareti iki ölkəyə, Gürcüstan və Rusiyaya satıb. Gürcüstana 177 milyon 980 min ədəd, Rusiyaya isə 42 milyon 750 min ədəd siqaret satılıb. Gürcüstana satılan siqaretin bir paçkasının orta gömrük dəyəri 48 qəpik, Rusiyaya satılan siqaretin bir paçkasının orta gömrük dəyəri isə 35 qəpik olub. Məlumat üçün bildirək ki, bu ilin ilk 2 ay ərzində Azərbaycanda 2 milyard 26,3 milyon ədəd siqaret istehsal edilib. Onu da qeyd edək ki, ötən il Azərbaycanda Azneftdən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan Tabaterra MMC olub. Bu şirkət il ərzində dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib. Xatırladaq ki, Vergi Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən aksizli malların, o cümlədən də siqaretin ixracı 0 dərəcə ilə vergiyə cəlb olunur. Bu səbəbdən də Tabaterra MMC-nin büdcəyə ödədiyi vergilər Azərbaycanda satılan məhsullar hesabına formalaşıb. Hazırda siqaretin hər paçkasına 91 qəpik aksiz vergisi tətbiq edilir.